Bu qiymət artımı mütləq şərhləmək lazım idi. Yüksək keyfiyyətli nəqliyyata qiymət artımı. İctimai nəqliyyat neçə olmalı? Burada qızıl ortanı tapmaq lazımdır. Bakı şəhəri saat 10-da yatmır. Mən bilirəm siz söhbəti nəyə gətirirsiniz ki, bu ödənişli yolların tətbiqi vacib idimi? Nə verəcək Bakıya? Tıxaclar azalacaqmı? Londonda edib, Singapurda edib. Buraxın London, Singapur deyil. Nə qədər maaş verirsiniz? Qadınlarımıza səslənirik. Əmək haqqısı yüksək olmalıdır. Aynan əməkdaşları ictimai nəqliyyatdan istifadə edir. Bəlkə siz bilirsiniz, Bakıya tramvay gələcək yoxsa yox? Salam dostlar, bugün biz yenə də vağzal meydanındayıq. Mən bu ərazini sizin üçün bir neçə dəfə göstərmişəm. Çünki bura son bir il ərzində ən yaxşı ictimai nəqliyyat islahatı məhz bu meydanda baş verdi. Və son bir həftə ərzində dillərdə ən çox olan terminlərdən biri brutto müqavilədir. Brutto müqavilə ümumiyyətlə nədir? Yəni mənim kimi, sizin kimi vətəndaşlar üçün, sakinlər üçün, sərnişinlər üçün bu nə deməkdir? Nə yaxşılıq gətirəcək bu şəhərə? Hansı inqilab baş verəcək 2026-cı ildə? Bu haqda danışacağıq. Çünki rəsmi olaraq artıq dövlət başçısının fərmanı ilə Azərbaycanda ictimai nəqliyyatın yeni sistemə, yəni brutto müqavilə keçməsi nəzərdə tutulub və həmin brutto müqavilə çərçivəsində biz artıq son bir 5 il ərzində danışdığımız, səhifədə, YouTube kanalında dediyimiz digər şəhərlərin təcrübəsini göstərən, yəni bu bank kartları ilə ödəniş, gediş haqqının tariflənməsi, yeni tariflər, eyni zamanda bu güzəştlər, tələbələr üçün, pensiyaçılar üçün, yəni bir çox müasir dövrdə ictimai nəqliyyatın bildim yanaşması hələ ki Bakıda tətbiq olunmur indiyə qədər və nəyə görə bu belə olub, nəyə görə ümumiyyətlə bu islahat çox vacib idi. Bax bu haqda biz sizlə danışacağıq və bu videoda həmçinin həm Aynan nümayəndəsi danışacaq və eyni zamanda müstəqil ekspert Rauf Ağamirzayev də bu videonun qonağı olacaq. Sizə isə bu videolar maraqlıdırsa, hər zaman olduğu kimi deyirəm ki, bax bu kanalın inkişafına dəstək olmaq istəyirsinizsə, ilk növbədə təbii ki kanala abunə olun, like olun, şərhlər bölməsində biz fikrini bildirin, oxuyaq, cavab verək və eyni zamanda kanalın inkişafına, kanalın fəaliyyətinə dəstək göstərmək istəyirsinizsə, bax bizim Patron platformamıza qoşula bilərsiniz və patronlarla bizim qrupumuz var Telegramda, görüşləri təşkil edirik, bizim belə bir community'miz var. Siz də bax bu kiçik urbanist community'mizə qoşulmaq istəyirsinizsə, bax Patronda bizə dəstək ola bilərsiniz. Bax bütün keçilər olacaq şərhlər bölməsində. Biz isə uzatmadan başlayırıq. Bugün mən Bakıda gözlənilən ictimai nəqliyyat islahatından bugün sizinlə danışacağıq və çalışacağıq sizin suallarınıza cavab verək. Yaxın əyləşin, biz başlayırıq. Bakının ictimai nəqliyyatı, bax bu ictimai nəqliyyatı 2026-cı ildən başlayaraq necə dəyişəcək? Bu brutto kontrakt nə verəcək bizə? Ümumiyyətlə bizim məqsədimiz daha əlçatan və keyfiyyətli nəqliyyat xidmətini təmin etməkdir. Hazırki mövcud vəziyyətdə özəl daşıyıcılar sadə mexanizm əsasında mənfəətlərini formalaşdırır. Yəni, gediş haqlarından yığılan vəsait əsasında. Və bu onlara avtobus parkının yenilənməyinə, xidmət keyfiyyətinin yüksək saxlanılmasına mane olur. Artıq brutto mexanizm, brutto müqavilə mexanizmi işə salındıqdan sonra özəl daşıyıcılar sərnişinlərə görə deyil, yəni gediş haqları sayına görə deyil, kilometraja görə ödəniş alacaqlar. Həmin o fond ki yaradılıb, o fonddan ödənişini alırlar və maraqlı olurlar ki, daha uzun məsafələrə, daha geç saatlara dək fəaliyyət göstərsinlər. Fikrimi düşünürəm dəstəkləyərsiniz. İndi avtobuslar saat 10-a kimi axşam çalışır, amma elementar olaraq Bakı şəhəri saat 10-da yatmır. Daha geç saatlara kimi çalışmağa gərəkir. Mən bilirəm siz söhbəti nəyə gətirirsiniz. Bakıda yəqin gecə avtobuslarda olacaq. Onu demək hələ tezdir, amma düşünürük ki, ən azı saat 12-yə kimi çalışmalıdır avtobuslar. Vəli bəy, vlogun bu hissəsi çox təcrübə olaraq mən sizdən xahiş edim ki, yenidən çəkək. Çünki bu qiymət artımı mütləq şərhləmək lazım idi. Bax, bir neçə gündən əvvəl biz vlogu montaj eləyənə qədər qiymətlər bəzi avtobuslarda 50 qəpikdən 60 qəpiyə qalxdı, eyni zamanda metroya. Metro söhbətini qoyaq qırağa, siz məhz yerüstü nəqliyyat agentliyi olaraq necə şərhləyə bilərsiniz? Yəni bu qiymət artımı bəs bax bu dəqiqə nə dərəcədə əhəmiyyətli idi, nə dərəcədə vacib idi? Çox düzgün vurğulayırsınız. Məhz bəzi avtobuslarda qiymət artımı baş verib. Ölkə üzrə bu cəmi 9% avtobuslardır. Bakı üzrə isə 30% marşrutlarda qiymət artımı baş verib. Burada iki şərt önəmlidir. Birinci şərt nağdsız ödəniş sistemi olmalıdır.
İkinci şərt ekoloji təmiz, yəni elektrikli və ya CNG ilə çalışan avtobuslar. Bakıdan kənar, sadə dildə desək, Bakıdan kənar dizel mühərrikli avtobuslarda istifadə oluna bilər marşrutlarda, lakin bu halda istehsal tarixi 2025-ci il olmalıdır. Və ümumiyyətlə bu yenilik, bu yeni tarif sistemi o da eyni zamanda bütün bu sürətli keçidi sürətləndirəcək. Bu da özlüyündə nağdsız sistemin tam olaraq bərqərar olmasına kömək edəcək. İnsanlar deyir ki, qiymət qalxdı, amma keyfiyyət qalxmadı. Yəni bu paralel olaraq bunu aparmaq olardı, yoxsa yox? Yoxsa həqiqətən indi qiymət artandan sonra ictimai nəqliyyatda keyfiyyət qalxacaq, yəni İctimaiyyət hər zaman bunu deyirdi ki, bəs keyfiyyət artmadan qiymət artırılır, amma bu dəfə əks istiqamətdə belə deyək, proses getdi. Yəni keyfiyyəti artmış, yüksək keyfiyyətli nəqliyyata qiymət artır. Digər nəqliyyat vasitələrinə, marşrutlara qiymət artımı baş vermir. Siz bayaq maraqlı rəqəm dediniz ki, 30% avtobuslara qiymət artacaq, yeni nəsil avtobuslara, yeni nesil marşrutlara. Belə çıxır ki, 70% hələ də ki, köhnə nəsil avtobuslardır. Yəni bu köhnə nəsil avtobus parkında yenilənməyə vaxtıdır da. Bu 70% az rəqəm deyil. O 70% nə vaxt yenilənəcək? Bu il ərzində Bakıda artıq 400 yeni avtobus planlaşdırılır ki, xəttlərə buraxılacaq. Bildiyiniz kimi Gəncədə 280 yeni avtobus xəttə buraxıldı. Naxçıvana 60 avtobus gələcək. Sumqayıt və Abşeron ərazilərində 85 avtobus, yeni avtobus fəaliyyətə başlayır. Bundan başqa da işğaldan azad olunmuş ərazilərdə gələn ildən 143 yeni avtobus istifadəyə veriləcək. Bu konkret hazırki rəqəmlərdə, əlbəttə ki, bu rəqəmlər dəyişə də bilər, amma bu yenilənmənin sürətini göstərən rəqəmlərdir. Bax, bu yaxınlarda xəbər çıxdı ki, bizdə Azərbaycanın özündə artıq 50 dənə yeni elektrik avtobus yəni istifadəyə verilib. Yaşıl BD elektrikdir, səhv eləmirəmsə. O 50 dənə yeni avtobus Bakıya gələcək, yoxsa onlar da hər iki regionlara paylanılacaq, bilmirsiniz? O istehsaldır və istehsaldan sonra onun sahibi, yəni hazırda Bakubas şirkəti onu əldə eləyir. Onun sahibi onu hara yönəltməyə məqsədə uyğun bilsə, orada yönəldəcək. Ayna tərəfindən yalnız müsabiqə keçirilir müxtəlif istiqamətlər üzrə və özəl daşıyıcılar istədiyi marşrutları ilə, ola bilər ki, parklarında fərqli növ nəqliyyat vasitələri olsun, fərqli istehsalçılardan. Hansı nəqliyyat vasitəsini uyğun bilirsə həmin marşrut üçün onu təqdim edir. İndi Rauf, biz dediyimiz məsələlər, yəni bu brutto müqavilə, daşıyıcılarla münasibət, bu hamısı pərdə arxasıdır da, yəni səhnə arxası olan məsələlərdir də, ayna ilə daşıyıcıların münasibəti. Yəni mənim kimi, sənin kimi adi vətəndaşlar üçün, sərnişinlər üçün, gündəlik istifadə edən insanlar üçün vacib olan nədir? Yəni ictimai nəqliyyat əlçatan olsun, komfortlu olsun, rahat olsun, tıxacda dayanmasın. Amma paralel olaraq da ictimai nəqliyyat əlçatan olmalıdır qiymət cəhətindən. İndi bəlkə sənin ağlında bir fikir var ki, ümumiyyətlə ictimai nəqliyyat neçə olmalıdır? Burada qızıl ortanı tapmaq lazımdır. Nə çox ucuz olmalıdır, nə çox baha. Çünki çox ucuz olsa, onun xərcləri qarşılanmayacaq və keyfiyyət aşağı düşəcək, qrafik də pozulacaq. Amma çox baha olsa, bu da yenə mənfi haldır ki, yəni hər bir vətəndaşın imkanına uyğun olmaya bilər. Ona görə orta bir qızıl orta tapılmalıdır bu məsələdə. Qismən biz vətəndaşlar ödəyirik, digər tərəfdən dövlət subsidiya edəcək və indiki qiymətdən demək olar ki, inanmıram ki, çox da fərqlənən bir qiymət olsun. Məsafəsinə görə dəyişsin. Əsas məsələ odur ki, çeşidli bilet paketləri təklif edəndə bu qiymət aşağı düşmə ehtimalı var. Yəni öncədən siz günlük, aylıq, illik aldıqda nə qədər uzaq tarixi alırsa sizin günlüyünüzün qiyməti aşağı düşür. Misal üçün deyə bilərik ki, 50 köpük, 60 köpük misalındadırsa bugünkü bizim daşımalar uzaq tarixi aldıqda bu qiymət hardaysa yarıya düşmə ehtimalı var. Müxtəlif güzəştlər, müxtəlif kateqoriyalara, nə bilim, bu tələbələr olsun, pensiyaçılar olsun, onlar üçün güzəştlər, eyni zamanda
aylıq, illik kartlar, həftəlik kartlar, yəni qiymət daha çevikdir də, yəni bruto kontrakt çərçivəsində. Yəni əsas məsələ budur ki, qiymət cəhətindən sərnişin üçün nəsə dəyişəcək, yoxsa yox. Sərnişin də vətəndaşdır, hər birimiz ictimai nəqliyyatdan istifadə edirik. Çox gözəl sualdır əslində və yəqin ki, hamının gözlədiyi məsələlərdir siz dediyiniz. Burada həm multimodallıq da rol oynayır. Bir avtobusdan digərinə keçid etdikdə, misal üçün 1 saatlıq gediş alırsınız və bir avtobusun digərinə keçid etdikdə ikinci dəfə ödəniş etmirsiniz. Çünki faktiki olaraq siz bir məntəqədən digər məntəqəyə çatmaq. Transfer söhbəti. Bəli, transfer söhbəti. Bir məntəqədən digər məntəqəyə çatmağı nəzərdə tutmuşdunuz. Bunun üçün bütün ictimai nəqliyyatda nağdsız sistem tətbiq olunmalıdır və bu fərmanın şamil olunduğu da məhz həmin nağdsız çalışan Bakı üçün və digər şəhərlər üçün fərmanda qeyd olunan şəhərlərdə nağdsız çalışan elektrik və yaxud da ki CNG ilə, yəni sıxılmış maye qazla çalışan nəqliyyat vasitələrinə şamil olunur. Gəncədə isə 2025-ci ilin istehsalı olan dizel mühərrikli avtobuslara da şamil. Bu il gələn. Bəli, şamil olunacaq. Yəni bu bir tərəfdən əlbəttə ki avtoparkın yenilənməsinə gətirib çıxaracaq. Digər tərəfdən də həmin o nağdsız ödəniş imkan yaradacaq ki, siz dediyiniz mexanizmlər üzrə gedişlər formalaşsın. Bir aylıq limitsiz gediş neçə olacaq səncə? Onu mən də çətinlik çəkərəm deməyə. Çünki real rəqəmlər hələ ki səslənməyib. Ehtimal edirəm ki, yəni bugün bir sərnişin hardasa manatın üstündə ortalama bir qiymətlə daşınır və biz onun hardasa 50 qəpiyin ödürüksə ən minimum həddini deyirəm. Çünki məsafəyə görə bu qiymət də dəyişir. Bu aralıqda bir şey olacaq və onun da qismən dövlət subsidiya edəcək. Hətta Gəncədə bank kartı ilə ödəmək olar, amma Bakıda olmaz. Yəni bu brutto müqavilə bunu da həll eləyəcəkmi? Artıq City Card ödəniş sistemi tətbiq olunur. Gəncədə də. Bəli, yəqin artıq bu sizin vloqunuz efirə çıxdıqda tətbiq olunmağa başlayacaq. City Card bütün müasir imkanları özündə birləşdirən bir ödəniş platformasıdır. Həm tətbiq vasitəsilə QR kod yaradıb ödəniş eləyə bilərsiniz, həm fiziki kart alıb ödəniş edə bilərsiniz. Həm də NFC texnologiyası ilə bank kartı ilə də validator deyilir ona, avtobusların içində quraşdırılır. Onunla ödəniş etmək artıq çox rahat olacaq. Bu növbəti il bunu gözləyək yəqin ki 26-da. Bakıda sual Bakı ilə bağlıdırsa, Bakıda hazırda Bakı kart sistemi çalışır. Bununla bağlı heç bir məlumat yoxdur, qərar yoxdur. Amma ilkin olaraq Gəncədə tətbiq olunur və ümumiyyətlə bu layihənin nə qədər uğurlu olacağını belə qiymətləndirəcəyik. İki dənə sual verəcəm. Məsələn, bu metro daşımaları və brutto müqavilə bunların necə bir inteqrasiyası olmalıdır və paralel olaraq da bu dairəvi dəmir yolu bu sistemə necə inteqrasiya olmalıdır? Ümumi olaraq mən düşünürəm inteqrasiya mütləq olmalıdır və qiymətindən asılı olmayaraq pulsuz keçidlər olmalıdır. Ki uzaq məsafədən gələn insanlar o qısa vaxt aralığında bir növdən digər növə keçəndə pulsuz keçməlidir və bu da onların ümumi büdcəsinə təsir edir. Metroda və dəmir yolunda məsələn qiymət fərqlidir. Ümumiyyətlə avtobusla belə götürəndə 28 maydan Koroğluya biz 50 köpük ödəyirik. Amma eyni ilə dəmir yolu ilə getsək 40 köpük aparır və 8 dəqiqəyə bu məsafəni qət etmək olar. Hə, Varda ilə Koroğlu Pirşahiyə gedən orada saxlayır. Və bu hal-hazırda da istifadə edən çoxdur. Yəni bu qiymət ola bilər ki, hansısa növdə ucuz olsun, hansında baha olsun. Əsas məsələ odur ki, rahat transfer olsun. Yəni birindən digərinə pulsuz keçid olanda bu 90 dəqiqədə ola bilər, 60 dəqiqədə bu aralıqda insanlar əlavə bir gediş udmuş olur. Çox maraqlıdır. Ümumiyyətlə nəyə görəsə bizdə bu Abşeron dairəvi dəmir yolu hardasa rayonlar arası qatar kimi assosiasiya olunur, ancaq Sumqayıt falan. Amma onu düzgün inteqrasiya eləsək, Dərnəgül məsələsi, məsəl üçün Dərnəgüldə də yeni stansiya açılır.
Dərnəgüldən 28-ə qatarla getmək daha tez olacaq. Dostlar, və biraz mövzudan kənar sizə bir səhnə çəkmək istəyirəm. Deməli, burada 28 may Dəmiryol Vağzalı meydanında bir çoxları deyir ki, buranı təzəlikcə təmir ediblər, yenə buranı qazıblar. Amma əslində burada yaxşı bir iş görürlər. Nəhayət bizim Bakı metrosunda, bu haqda da danışmışdıq, yaşıl və qırmızı xəttlərin ayrılması prosesi başlayıb və burada olan 28 may və Cəfər Cabbarlı stansiyalar tamamilə yeni xəttlər ayrılacaq və buna görə burada işlər görülür və görürsünüz burada hasarlanıb və əgər fikir verdinizsə, mən burada nəyi bəyəndim? Hətta hasarın özü biz öyrəşmişik, boz hasarlar, nə bilim, müvəqqəti narahatçılığa görə üzr istəyir, yəni səhvlərlə bunu yazırlar, əslində narahatlıq olmalıdır. Amma burada metro daha da kreativ bir yanaşma edib. Burada belə bir 3 dənə belə deyim də slaydlardır. Slaydlarda yazılıb ki, bu yer niyə hasarlanıb? Cavab QR kodda. Deyir ki, xəttlərin ayrılmasına başlayırıq və müvəqqəti narahatlığa görə, müvəqqəti narahatlıq uzun bir rahatlıq əsasını qoyuruq. Yəni, belə bir şəhərin sakinlərlə dialoqu alınıb. Əslində, bir çox şəhərlərdə, müasir şəhərlərdə, meriyası müasir olan, düşüncədə olan şəhərlərdə belə eləyirlər. Səhv eləmirəmsə, gələn il bitəcək və bu haqda da biz bəlkə də bir vlog çəkərik xəttlərin ayrılmasından sonra. Zaten biz metro haqqında vloqlar çəkmişik və belə bir yeni vlog istəyirsinizsə, metro haqqında, metronun inkişafı haqqında, bax, şəhərlər bölməsində mütləq yazın. Bu haqda da yenə də bir video çəkərik. Biz dayanacağa gəlirik və bizim avtobus nə vaxt gələcək bunu bilmirik də. Yəni illərdir bu haqda danışsaq da, mən təəssüf olsun ki, hələ ki belə bir sistem yoxdur, amma yaxşı xəbər odur ki, biz bu yaxınlarda elə Emil bəylə də elə ayna nümayəndəsində çəkəndə bizə yeni ayna Maas proqramı haqqında dedik ki, mobil təzə servis və həmin proqramda bütün bu istəklərimiz öz əksini tapacaq. İndi sual, ayna Maas nə vaxt işıq üzü görəcək? Artıq demək olar ki, tezliklə işıq üzü görəcək. Mənim öz mobil telefonumda beta versiyası yüklənilib, istifadə edirəm və o beta versiya bütün testlərdən keçəndən sonra artıq bütün ictimaiyyətə istifadəyə buraxılacaq. Və həmin dediyimiz proqramda avtobusların gəlib getmə vaxtı göstəriləcək. Bəli, siz planlaşdıra biləcəksiniz öz səfərlərinizi. Siz hansı dayanacağa, nə vaxtda avtobus yaxınlaşacaq, onu görə biləcəksiniz. Avtobusları canlı görə biləcəyik də? Canlı dedikdə, yəni interfeys olaraq deyil, siz dəqiqə olaraq onları izləyə biləcəksiniz ki, neçə dəqiqədən sonra bu ya digər dayanacağa yaxınlaşacaq. Aynanı ən çox məhz avtobuslarda sıxlıq, avtobusların gec gəlməsi, avtobusların çatışmazlığı, yəni sayının çatışmazlığı, bax bu cəhətdən daha çox biz görürük ki, insanlar narazıdır, şəkillər, videolar paylaşılır. İndi bir ümid var ki, brutto gələndən sonra avtobuslarda bax bu sıxlıq azalacaq, avtobusların sayı çoxalacaq. Necə deyirlər ki, tunelin sonunda işıq görürük də, düz başa düşürəm, yoxsa? Tamamilə doğrudur. Ümumiyyətlə qeyd edeyim ki, 3 il əvvəl 1700 avtobus fəaliyyət göstərdi Bakı şəhərində. Hazırda Bakı şəhərində 2300 avtobusdur. Arada fərq 600 avtobusdur, amma 600 avtobusla qat-qat çox yeniliyi olunub. Çünki köhnə avtobuslar da var idi ki, hansı ki yenisi ilə əvəz olunub. Ümumiyyətlə bizim hədəfimiz 2800-dür. 2800 avtobusa çatdıqda biz düşünürük ki, 65-70% doluluq səviyyəsinə çatacaq və bu kifayət qədər sərbəst minmə imkanı yaradacaq avtobuslar. Və bir məsələni də qeyd eləmək istəyirəm. Əgər bu brutto müqavilə tətbiq olunsa və avtobus daşıyıcılar gediş haqqlarından asılı olmasa, beləliklə biz avtobuslara istənilən qapıdan minib düşə biləcəyik və biz indi hal-hazırda görürük Bakubasın və digər kartla işləyən avtobusların yəni sistem necə gedir? Yəni buradan ancaq daxil olursunuz və buradan çıxırsınız. Çünki buradan daxil olmaq olmaz. Çünki mütləq sürücü yoxlamalıdır ki, siz kartı vurmusunuz. Amma brutto müqavilə olan sistemdə belə bir şey ehtiyac olmayacaq. Bilmirəm ki, Bakıda da bu olacaq. Çünki sürücünün üçün fərqi olmayacaq. Siz avtobusu gedişi ödədiniz ya ödəmədiniz. Əsas odur ki, yəni siz kilometrə görə sizi ödəniş eləyəcəklər və nəzarət üçün necə olacaq? Elə Tiflisin özündə də mən göstərmişdim ki, xüsusi kontrolör, nəzarətçilər olacaq, kontrolör deyirlər. Həmin kontrolörlər avtobusun içərisinə daxil olacaq və yoxlayacaq
saxlayacaq. Siz kartı vurmusunuz, yoxsa yox. Yəni belə bir sistemdə Bakıda yəqin ki olacaq və bu da əsas məsələ ki, sıxlığı azalacaq, qapının ağzında toplanan növbəni azaldacaq ki, avtobus istənilən qapıdan minib düşmək rahat olacaq və dayanacaqda da təbii ki, avtobus daha az vaxt itirəcək. Və beləliklə bu yazılar artıq avtobusda olmayacaq. İstənilən qapıdan minib düşə biləcəksiniz. Ümid edirəm ki, belə bir yenilik də Bakıya yaxın zamanda gələcək, eyni zamanda digər şəhərlərimizə. Gəlin biraz ağrılı mövzuya toxunaq. Bu həmin fərman eyni zamanda Bakı şəhərinə ödənişli yolların, ödənişli küçələrin salınması yox, tətbiq edilməsi nəzərdə tutur və bütün media, bütün yəni ÖKİF hamısı məhz ödənişli yoldan danışırdı. İctimai nəqliyyat heç kimi maraqlandırmır, belə deyək. O qədər maraq doğurulmur. İstəyirəm məhz sizin rəsmi mövqeyinizi öyrənim. Bu həmin fərmanda nəzərdə tutulan ödənişli yollar, ödənişli küçələr ümumiyyətlə Bakını necə dəyişəcək? Yəni sürücülərə nə verəcək? Okey, deyirik ki, tıxaclar azalacaq, lazımsız yerdən, yəni maşınları qırağda qoyub elə belə ictimai nəqliyyatla gələcək şəhərin mərkəzinə. Bir çox sürücülər yenə də narazıdır ki, bunun heç bir effekti olmayacaq. Ümumiyyətlə konkret bir hazırda nəsə demək mümkün deyil. Çünki fərmanda da qeyd olunduğu kimi 3 aydan sonra yalnız təkliflər təqdim olunacaq və o ümumiyyətlə təkliflərin təqdim olunması, müzakirəsi kifayət qədər uzun müddət aparır. Yəni bu sistem necə çalışacaq məlum deyil. Mən ümid edirəm ki, buna yaxşı alternativlər veriləcək, sonra bunlar ödənişli olacaq. Ümumiyyətlə bu proses 2027-ci ildə yəqin ki başlayacaq. Fərmandan göründüyü budur. Amma o vaxta kimi də inandırım sizə ki, ictimai nəqliyyat bir çox mənalarda inkişaf edəcək. Və gördüyünüz sadə bir misaldır. Bakı şəhərində bir ildən az müddətə çox böyük mikromobillik infrastrukturu quruldu. Və eyni zamanda da qısa müddətdə bir çox avtobuslar yeniləndi. Yəni ki, bu proses davam eləyir və gedir. Bakının bu mərhələsində bu lazımdır yoxsa yox, əgər biz tıxacların həllindən danışırıqsa və ikinci məsələ, ümumiyyətlə bunlar olsa harda olacaq? Çünki burada məsəl üçün biz elə 28 may nəqliyyat hubundayıq. Burada maşınları yığışdırdılar, bu vaxtda da göstərmişdim və burada çox əla bir alternativ verdilər. Əla ictimai nəqliyyat, dəmir yolu, metro, mikromobillik, yəni hər şey burada var. Amma hər zonada axı belə şərait yaratmaq da mümkün deyil. Yəni bu zonalar ümumiyyətlə yenə də lazımdır yoxsa yox və lazımdırsa hara lazımdır? Bu məsələ əslində hələ ki ciddi müzakirə olunur. Yəni bildiyim qədəri 3 ay vaxt verilib ki, bu zonalar müəyyən olunsun, hansı sərhədləri əhatə edəcək və hansı qiymətdə olacaq. Ona görə mən dəqiq bilmirəm ki, hansı yerlər. Ehtimal edirəm ki, mərkəz hissədə olacaq. Yəni təqribi mənim zənnimcə 30 kilometr zonanın ətraf sərhədlərini aşmamaq şərti ilə ehtimal edirəm olsun ki, bunu da məntiqi ardıcıl dediyimiz Targov və küçəsinin ətrafında. Məntiqlə nəyə görə bu qənaətə gəlirəm? Hədəf odur ki, fərdi nəqliyyatla, yəni orada yaşayanlar və fövqəladə hallar üçün nəzərdə tutulmuş avtomobillər savayı, digərləri daha da gəlməsin şəhərə fərdi nəqliyyatla. Yəni səfərlərin müəyyən yerə qədər fərdi nəqliyyatla təşkil etsinlər, amma şəhərə bacardıqca az avtomobil daxil olsun. Yəni bu hədəf müxtəlif dünya şəhərlərində zaten tətbiq olunur. Londonda edib, Singapurda edib. İndi sən özün qeyd edin ki, London, Singapur, deyirlər ki, bura axı London, Singapur deyil. Amma mən eyni zamanda hətta sən dediyin Polşada, digər ölkələri, yəni mən bir neçə vloqlarda məhz Şərqi Avropanın nümunələrini göstərəndə yenə də sənə kimsə arqument gətirəcək ki, bura Polşa deyil, nə bilim, hətta bura Ukrayna deyil. Amma hansısa bu ağrılı mərhələlərdən biz keçməliyik və təbii ki, ilk növbədə vətəndaşlar düşünməliyik. Yəni o argument də fərqli ola bilər, amma çox uzaq getməyə yaxın qonşumuz Tiflisdə olanlar artıq. Tiflisdə belə, hə. Yəni bu artıq bizim öz regionumuzdur. Sizin vloqunuz vasitəsilə bir çağırış etmək istəyirəm. Avtobusların sayı çoxalır və onlar əlbəttə ki, sürücü tələb edir. Hər bir avtobus, təxmini sizə deyim, 2,5 sürücü tələb edir. Əlbəttə ki, onun istirahət vaxtı, məzuniyyəti nəzərə alındıqda kimsə xəstələnir. İndi 2300 dənə avtobus varsa, 5000-dən çox sürücü deməkdir. Bunların mexanikləri də var, yəni kifayət qədər çoxlu iş yerləri açılır. Amma sürücü
lazımı müvafiq kateqoriyada sürücülər lazımdır. Nə qədər maaş verirsiniz? Mən düşünürəm kifayət qədər yaxşı maaşdır. Hər daşıyıcı özü təyin eləyir bu maaşı. Müraciət etdikdə bu məlumatı ala biləcəklər. Hətta yeni layihəmiz var. Bildiyiniz kimi qadın sürücüləri cəlb etmişik və onların təlimləri bitmək üzrədir. Tez bir zamanda düşünürəm artıq Bakı küçələrində qadın avtobus sürücülərini görəcəyik. Amma yenə də qadınlarımıza səslənirik. Əgər belə bir yenilikdir, düzdür, yeni bir sahədə işləmək istəyirsinizsə, siz də müraciət edə bilərsiniz. Bu proses davam edir. Mənə elə gəlir ki, qadın sürücü olan avtobuslar heç kim minməyəcək. Düzdür, bu stereotipdir, qətiyyən, yəni mən bunun tərəfdarı deyiləm. İctimaiyyətdə olan bir stereotipdir, yəni cəmiyyətdə daha doğrusu olan bir stereotipdir. Amma məsəl üçün, mən şəxsən xatırlayıram ki, Bakıda tramvayları sürən qadınlar, xanımlar var idi. Bugün dünyada da... Trolleybusları, tramvayları... Bəli. İndiyə qədər Avropaya getsəniz, tramvay sürən əksəriyyəti məhz qadınlardır. Biz Vəli bəylə danışdıq, özü də qeyd elədik ki, yəni yeni avtobuslar gəlir və yeni sürücülərə ehtiyac olacaq və bu kifayət qədər çətin bir peşədir, məsuliyyətli peşədir xüsusilə, ümumiyyətlə sürücü peşəsi və bu kifayət qədər, yəni burada bir əmək haqqı, yəni maaş dediyimiz bir məsələ öz kifayət qədər, yəni layiqli bir səviyyədə olmalıdır. Sual, Bakıda avtobus sürücüləri nə qədər alır və nə qədər almalıdır? Ümumi olaraq Anar, ictimai nəqliyyatda sürücü peşəsi ilə bağlı bu tək Azərbaycanın problemi deyil. Bu günlərdə ictimai nəqliyyatda süni intellektin tətbiqi mövzusunda təlimdə iştirak edəndə gördüm ki, bu dünyəvi bir problemdir. Hər böyük şəhər bu problemlə qarşılaşıb və fərqli cür həll etməyə çalışır. Ümumi ağır, stresli bir sahədir və düşünürəm ki, əmək haqqısı yüksək olmalıdır. Bizdə hal-hazırda 1460 manat, səhv etmirəmsə, vergi daxil, ən yüksək sürücü maaşı da 12 metrəlik avtobuslarda, 18 metrədə bundan biraz yuxarı olmalıdır. Amma düşünürəm 2500-ün üstündə olmalıdır. Bu mənim şəxsi fikrimdir və ən önəmli, indi fürsət düşmüşkən bunu da qeyd etmək istəyirdim ki, iş mühiti önəmlidir. Yəni sürücülərin işlədiyi sahələr yaxşı maaşla, əmək məqzələsi ilə yanaşı, onların ehtiyaclarını ödəyən bir məkanların olması, adi təbii ehtiyacını ödəyən tualetlərin olması son dayanacaqda. Əgər insanlar ibadət edirsə, onların namaz qılma otaqları və istirahət üçün, yemək üçün bir yerlərin olması, şəraiti olmalıdır ki, bu sahə vacib bir sahədir və milyonlara xidmət edirsə, onların özünün də bu mənada ehtiyacları ödənməlidir. Digər məsələ o olardı ki, bu sürücülərin dünyada, məsələn, stresli sahə olduğundan əsas problemlərdən biri ürəklə bağlıdır və bunu da minimumlaşdırmaq üçün bu riskləri düşünürəm ki, idman cəmiyyətləri hər hansı bir bonuslar sırf sürücülərə münasibətdə təklif etməlidir daşıyıcılara ki, sürücüləri idmana da cəlb etsinlər və bu riskləri də minimumlaşdırsınlar. Vəli bəy, daha bir stereotipə toxunmaq istəyirəm. İndi aydın məsələdir ki, ödənişli zonalar falan, hardasa tıxaclara mübarizə bir metodu kimi də bunu qəbul eləmək olar. Amma bir çox insanlar əminəm ki, şərhlərdə, Facebookda falan da, Instagramda çox yazırlar ki, tıxacları azaltmaq istəyirsinizsə yeni yollar, yeni körpülər tikində. Belə bir stereotip var. Sizin rəsmi cavabınız nə olacaq? Rəsmi cavab versəm düşünürəm ki, tam aydın olmaz. Ona görə bir analogiya gətirim. Təsəvvür edin ki, biz sizlə bir otaqdayıq. Bu yaxınlarda da bizim sədrimiz bu nümunəni çəkmişdi. Bir otaqdayıq və o otağa bir neçə borudan su daxil olur. Və əlbəttə ki, suyun səviyyəsi artır, biz boğuluruq o otaqda və həmin vəziyyətdə ən yaxşı çıxış yolu nədir? Əlbəttə ki, suyun həcmini azaltmaq, boruları kiçiltmək və bununla da bu vəziyyətdən çıxmaq. Amma siz dediyiniz təkliflər bilirsiniz nəyə oxşuyur? Biz o boruların sayını da çoxaltmalıyıq. Onların diametrini də artırmalıyıq. Yəni ki, daha çox su həmin otağa daxil olsun. Yəni təəssüflər olsun ki, bu belə çalışmır. Və körpülər, yeni yollar panaseya deyil. Əksinə, daha çox problemləri yaradır və bir çox şəhərlərin misalında biz onu görə bilərik. İnsan yönümlü şəhər olmalıdır. Hamı üçün bu şəhər olmalıdır və sizin bloqunuzun adı
adından da göründüyü kimi, yəni daha böyük kütlənin daha rahat hərəkət etməsi üçün şəhər formalaşmalıdır. Bir çox Avropa şəhərlərində 70-ci illərdə, 60-cı illərdə avtomobil yolları olan yollar indi piyadaların ixtiyarına verib. Mikromobilli istifadəçilərin ixtiyarına verib. Bu misalları məncə çox çəkməlisiniz öz vloqunuzda. Həqiqətən də ən yaxşı nümunədir. Çünki onlarda da avtomobilləşmə sürətlə gedirdi, yollar sıxlıqdan boğulurdu və onlar artıq anladılar ki, o piyadalaşma daha çox belə deyim, müsbət qatacaq həmin şəhərlərin hərəkətliliyinə. Orada soruşmaq ki, siz bilərsiniz, Bakıya tramvay gələcək yoxsa yox? Bəli, gələcək. 2 marşrut üzrə Sibris-Pirşağı və Mehdiabad 28 may istiqamətində olacaq. Düşünürəm 2030-cu ildə artıq biz onların fəaliyyətini izləyəcəyik. Vəli bəy, son sual belə olacaq ki, mən şəxsən bura avtobusda gəlmişəm, çox vaxt skuterlə də gəlirəm, velosipedlə də gəlirəm tez-tez. Aynan əməkdaşları ictimai nəqliyyatdan istifadə edir, səmimi deyək. Bu yaxınlarda bir reportaj olmuşdu aynanın qarşısında. Gəlmişdilər, sorğu apardılar ki, nə ilə işə gəlmişsiniz və bir çox hallarda ictimai nəqliyyat, hətta mikromobilli vasitələri ilə də işə gələnlər oldu. Və bu normaldır, həyatın tərzi bunu tələb eləyir. Mən özüm şəxsən ictimai nəqliyyatdan aktiv istifadə edirəm, eyni zamanda mikromobilli vasitələrlə. Düzdür, skuter idarə edə bilmirəm, ehtiyat edirəm, amma velosipeddən tez-tez istifadə edirəm. Düşünürəm ki, ümumiyyətlə, şəhəri kəşf eləmək üçün, həyatdan daha çox həzz almaq üçün, sağlam qalmaq üçün yaxşı olar ki, şəxsi avtomobildən bir çox hallarda imtina edəsiniz. Bu qədər dostlar, bu videonun sonluğunu da yenidən yazmalı oldum. Çünki bax, bu qiymət artımı bir qədər gözlənilməz idi. Biz bugün ictimai nəqliyyatın inkişafından danışırıq. Digər tamamilə yeni bir dediyimiz brutto sistemin keçidindən danışırıq. 2026-cı ildən başlayaraq bu proseslər baş tutacaq. 2 il ərzində Bakının ictimai nəqliyyatı tam yeni bir səviyyəyə çıxacaq. Yəni, ən azı bizə belə söz verirlər. Burada mən özümdən bir əlavə eləmək istəyirəm. Təbii ki, bugün tətbiq olunan, bugün danışdığımız məsələlər artıq demək olar ki, bütün qonşu dövlətlərdə, bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur. Elə mən sizə Tiflisdən bunu göstərmişdim. Yəni Tiflisdə istənilən qapıda minib düşmək, brutto, yəni eyni zamanda burada bank kartı ilə ödəniş şəxsən özüm etmişəm bir turist kimi kart almadan. Yəni bir çox, yəni inkişaf etmiş nəqliyyat sistemində tətbiq olunan yeniliklər Bakıya təzə-təzə gəlir. Bu yeniliklər gəldikcə bu 2 il ərzində bizə belə bir hər hansı bir timeline verilsə, biz bilsək ki, məsəl üçün yanvarın 1-dən bizə nə gələcək, martdan nə gələcək, 6 aydan sonra nəyi gözləyək, nəyi proqnozlaşdıraq, xidmət hansı bilindiyində səviyyəyə çatacaq. Bax, belə bir məlumatların verilməsi də çox yaxşı olardı. Mən bu haqda Vəli bəyin özünə də bildirdim və baxa görə yaxın 2 il ərzində bu, bax, bizim Bakımız və digər böyük şəhərlərimiz necə transformasiya eləyəcək, baxa görə, bax, bu nəqliyyatımız necə inkişaf eləyəcək və sizə də bu mövzular maraqlıdırsa, bu mövzuda yeni videolar çəkərik. Mütləq şərh bölməsində bunu yaza bilərsiniz və yeni videoları buraxmamaq üçün kanala abunə olun və bizə dəstək də göstərə bilərsiniz. Patronda, Coffee-alda bax, işimizə, əziyyətimizə də bir dəstək göstərə bilərsiniz, qiymət verə bilərsiniz və mən beləliklə sizinlə növbəti videoya qədər sağollaşıram. Sağ olun dostlar, növbəti videolarda görüşərik. Hələlik.